Allah Taala'nın bəndələrinə bəxş etdiyi nemətlər haqqında danışacağıq. Əziz qardaşlar, Allah Taala bəndələrini saymaqla bitməyəcək qədər çoxlu nemətlərlə əhatə etdiyi üçün bir bəndənin davamlı şükür halında olması lazımdır. Və hər bir düşünən insanın özünə bu üç sualı da eyni zamanda ünvanlanması lazımdır ki, görəsən bu qədər neməti Allah Taala mənə nəyə görə bəxş eləmişdi? Mən bu nemətlərə layiqli şəkildə davrana bilirəmmi? Və ən əsası da mənə bu nemətləri bəxş edən Allaha çox-çoxunu bildirə bilirəmmi? Və əziz qardaşlar, bu şəkildə düşünən kimsələr anlamalıdırlar ki, bütün bu nemətlər Allah Taala'nın bəndələrinə olan ikramıdır. Və bu zamanda bəndənin üzərinə düşən əsas vəzifə də bu ikramı görməməzlikdən gəlməmək, davamlı bunları bizə bəxş edən Allahı xatırlayaraq ona şükür mahiyyətində cümlələr və əməllər işlətməkdir. Quran-ı Kərimdə necə ki Allah Taala buyurur: "Əstəğfiru billah, ya eyyuhellezine amanu zkuru ni'metallahi aleykum." Ey iman gətirənlər, sizin üzərinizə olan Allahın nemətlərini xatırlayın. Bu ayət-i kərimədə bu şəkildə bir ifadəyə vurğu edilməsi təfəkkürün, Allahın nemətlərini düşünməyin nə qədər də əhəmiyyətli olduğunu bir daha bizə göstərmiş olur. Günlərin birində Allah Taala Davud aleyhissalama deyir ki, ey Davud, məni bəndələrimə sevdir. Bu zaman Davud aleyhissalam qayıdır ki, ey Allahım, sən aləmlərin Rəbbisən, mən isə fəqir bir qulunam. Belə olduğu halda mən bəndələrinin səni sevməsi üçün nə etməliyəm ki? Allah Taala qayıdır ki, ey Davud, sən bəndələrimə, mənim onlara ikram etdiyim nemətlərimi xatırla, onlar bu vəsilə ilə məni sevəcəklərdir. Sən əgər bu nemətləri nə qədər çox xatırlatsan, onların sevgiləri də bu nisbətdə artmış olacaqdır. Yəni, əziz qardaşlar, dolayısıyla bizim başımıza bugün gələn bütün gözəlliklər hamısı Allahdandır. Bu zamanda biz gözəllikləri bir vəsilə olaraq görməliyik və bu vəsilələrdə də ilişib qalmamalıyıq. Başımıza bir gözəllik gəldiyi zaman onun arxasında duran aləmlərin Rəbbi Allahı xatırlamamız lazımdır ki, ilk növbədə Allah da görsün ki, biz ona dəyər veririk. Quran-ı Kərimdə keçdiyi kimi وَمَا قَدَرُ اللّٰهَ حَقَّ قَدْرِهِ deyir. Onlar deyir, Allahı layiqincə qiymətləndirmədilər. Yəni, qövmlərin həlak səbəblərindən bəhs olunur, bu şəkildə bir ifadə keçir. Ona görə Allahı layiqincə qiymətləndirmək lazımdır. Baxdığımız zaman burada görürük ki, Allahı görürük. Məsələn, necə ki, bir insan baxırsan, başqası ona bir yaxşılıq eləyəndə qayıdıb çox soğuğunu deyir, amma özünə bu qədər yaxşılıq eləyən Allahı görməməzlikdən gəlir. Yəni, bu da bizim fitrətimizə uyğun olmayan bir hal kimi qarşımıza çıxır. Necə ki, İslam müdriklərindən birinin gözəl bir təsbiti var. Deyir, təəccüblənirəm o insanın halına ki, özünə kiçik bir yaxşılıq eləyəndə çox sağ ol deməsini bilir, amma özünə bu qədər nemətləri ikram edən Allahı görməməzlikdən gəlir. Məsələn, biz baxırıq ki, bəzi insanlar var, deyirlər, mən işlədim, mən qazandım, bunlar hamısı mənim zəhmətimin bəhrəsidir, Allah adını çəkmirlər. Dindən danışanda, Allah deyəndə qayırlar ki, din kasıbların ümididir, insanları idarə etmək üçün bir vasitədir, nə bilim, müxtəlif bəhanələrlə dini gözdən salmağa çalışırlar. Təbii ki, bu da nədir? Bu da həmin insanların nə qədər Allah tərəfindən rəzil rüsvay vəziyyətə salınmasının bir göstəricisidir. Əziz qardaşlar, bu mənada gözəl bir rəvayət də vardır. Deyir, bir günlərim illərdir ibadət eləyən bir adam Allaha üsyan eləməyə başlayır ki, ya Rəbbi, bəs mən sənə neçə vaxt ibadət eləyirəm, sən mənə ruzi vermirsən, deyir. Bu zaman da Allah Teala neçə ildə ona ruzi verirdi. Həmin bu vaxtlarda təbii ki, hamımızı imtihan eləyir. Onu da bu şəkildə kasıbçılıqla bir sınağa çəkirdi. Və bu zaman o adam baxır ki, evinin ortasında bir kərpizdən qızıl vardır, qızıl bir külçə vardır. Çox sevinir, amma gecə yatanda yuxu görür. Baxır ki, cənnətdə ona qızıldan bir ev hədiyyə olunubdur, amma qızıldan evin bir neçə kərpici əksikdir. Soruşur ki, ya Rəbbi, bəs mənim evimin kərpizləri nə oldu? Allah Teala qayıdır ona cavab verir ki, sən bu kərpizləri sənə dünyada deyir, mən geri qaytarmışdım. Yəni, dolayısıyla ona bildirmək istəyir ki, sən ibadəti dünyanı qazanmaq üçün etmirsən, sən ibadəti axirət qazanmaq üçün edirsənsə, dünyada başına gələn sıxıntılara da səbir göstərmək lazımdır. Məsələn, bugün biz cəmiyyətimizdə
ən çox şikayətkar insana desək ki, sənə Allahın olan nemətlərini say, hətta ən aşağı təbəqədə yaşayan insan belə bu nemətləri saymaqla qurtara bilməz. Elə təkcə Allah Taala'nın yer üzünü sizlərə varis qıldım deməsi, yəni bütün yer kürəsinin biz insanların olduğu anlamına gəlməkdədir. Yəni bu boyda bir yerə sahib olan insanın da bu şəkildə Allahın nemətlərini üsyan etməsi də doğru olmaz eyni zamanda. Və baxdığımız zaman biz burada eyni zamanda onu görürük ki, Allahın bizə nemətləri həqiqətən də saymaqla bitməyəcək qədər çoxdur. Məsələn, Uca Rəbbimiz 2 dənə alov okeanı var ki, onların arasında bizə həyat bəxş eləyir. Biri günəşdirsə, biri də yerin içərisində olan maqma təbəqəsidir. Biz isə bu ikisinin ortasında o qədər gözəl münbir şəraitdə yaşayırıq ki, bəzən bunun qəflətdə də keçirmiş oluruq. Bir digər məsələ vardır. Məsələn, insanın bədənində, xaricdə o qədər bakteriyalar, o qədər viruslar var ki, bu virusların içərisində Allah Taala bizə sağlamlıq bəxş eləyir. Məsələn, bir insan dünyasını dəyişəndə onun bədənini elə içindəki bakteriyalar yeyərək bitirir. Amma sağ olduğumuzda Allah bizə həyat verdiyinə görə o bakteriyalar da Allahın əmrinə tabi olaraq yaşamağımız üçün bir fəaliyyət göstərmiş olurlar. Və digər baxdığımız zaman, əziz qardaşlar, bir götürək havanın özünü götürək, suyu götürək. Məsələn, suyun tərkibinə baxanda 2 hidrogen atomudur, bir oksigendir. Bunlar nədir? Bunlar biri yandıran maddədir, biri yanmağa kömək edən maddədir. Amma ikisi birləşərək Allah Teala bu 2 maddə ilə bütün məxluqata həyat bəxş eləyir. Yəni su olmasa kainatda yaşam da olmazdı. Məsələn, havanın özünə baxaq ki, bugün biz gedib mağazadan pul verib hava alsaydıq, heç birimiz həyatda olmazdıq. Havaya bizim çox ehtiyacımız var deyənə Allah Teala burnumuzun ucuna qədər havanı gətirib bizə bəxş eləmişdi. Və yaxud da bir qulağı düşünək ki, insanın qulağı olmasaydı görün həyatda nə qədər çətinliklər çəkərdi. Amma Allah Teala o eşitmə duyğusunu bizə verərək yaşamımızı asanlaşdırıbdı. Və digər bu kimi neçə məsələləri burada sadalamağımız olardı. Ona görə də Peyğəmbər sallallahu buyurur ki, 1 saatlıq təfəkkür etmək 1000 illik ibadət etməkdən bəzən üstün ola bilir. Baxırsan, adam ibadət eləyir, amma ibadətin mahiyyətinə varmır. Amma elə adam da var ki, 1 saatlıq o ki, Allahı düşünərək Allahı tapır və ibadətə yönəlir və həqiqi ibadət edənlərdən olur. Bu şəkildə Peyğəmbər sallallahu buyurur ki, boş işlərlə məşğul olan insanı Allah Teala doğru yola yönəltməz. Ona görə də çalışın ki, axlınızı həmişə Allahı xatırlamaqla məşğul edin. Yəni, boş işlərə vaxt ayıracağınıza Allahı xatırlamaq üçün, o ki, Allahı düşünməyə vaxt ayırsanız bu zaman Allah qatında ən uca məqamlara çata bilərsiniz. Və buyurulur ki, insanlar məsələn dünyaya o qədər bağlanıblar ki, o ki, dünyada ruzini fikirləşdikləri qədər, o Allah'a da fikirləşsəydilər, bəlkə də dərəcə baxımından mələklərdən də önə keçə bilərdilər. Əgər insanlar mən necə ruzi qazanacam deyə düşündüyü qədər də mən necə Allahın rızasını qazanacam deyə də düşünsəydi, buna görə də Allah Teala qatında ən uca məqamlara gedib, ən uca mərtəbələrə gedib çata bilərdi, buyurur Peyğəmbər sallallahu aleyhi ve sellem bizlərə. Ona görə də İbrahim ibn Ətəm həzrətlərinin gözəl bir sözü vardır. Deyir, əgər bir insan günah işləyirsə, o zaman o adam Allahın ruzisindən yeməsin. Çünki sən həm Allah'a üsyan elə, həm də onun nemətlərindən qidalan bu ən bariz nankorluq ifadəsi olaraq qarşımıza çıxmaqdadır. Ona görə Allah Teala dua edir ki, Uca Rəbbimiz hər gün, hər saat Allahın, onun nemətlərini idrak edərək şükür mahiyyətində bir həyat yaşamağı bizlərə qismət eləsin. Uca Rəbbimiz dünya imtihanını uğurla başa vurmağı, ahirətə də üzü ağ çıxmağı bizlərə ikram eləsin və haqq hesab zamanı da sorğu-sualsız cənnətə gedən bəndələrin arasında bizləri də daxil eləsin.